Bakı şəhəri Nəsimi rayon icra hakimiyyətinin başçısı Elxan Oqtayoğlu İbrahimov vəzifəsindən azad olunub. Bu barədə dekabrın 29-da Prezident İlham Əliyev sərəncam imzalayıb. Yeni Sabahın əldə etdiyi məlumata görə işdən çıxarılması Elxan İbrahimov üçün gözlənilməz olub. Belə ki, o bugün iş başında olub, vətəndaş qəbulu keçirib, şikayətləri dinləyib. Qəbul başa çatandan bir qədər sonra icra başçısına işdən çıxarılması barədə məlumat verilib. Ancaq Elxan İbrahimovun vəzifədən azad edilməsi təkcə onun üçün deyil, çoxları üçün də gözlənilməz haldır. Çünki ölkədə son illərdə yüksək vəzifəli məmurun belə qısa müddətdən sonra işdən çıxarılması faktı olmayıb. Elxan İbrahimov bu vəzifəyə noyabrın 12-sində təyinat almışdı və Nəsimi rayonuna cəmi 48 gün rəhbərlik edib. O, bu müddət ərzində icra hakimiyyətində bir sıra kadr dəyişiklikləri etmişdi. Elxan İbrahimov əvvəlcə icra başçısının köməkçisi Elbrus Məmmədovu işdən çıxarıb. Yerinə isə Kürdəmir rayon icra hakimiyyətində köməkçisi olmuş Ceyhun İsmayılovu gətirib. Bununla bağlı rəsmi əmr imzalanmaqla yanaşı dəyişikliklər Nəsimi rayon icra hakimiyyətinin saytında da əksini tapıb. Köməkçi bölməsində Elbrus Məmmədovun adı silinib, yerinə Ceyhun İsmayılovun adı əlavə edilib. Ancaq bir neçə gündən sonra İbrahimov İsmayılovu da işdən çıxarıb. Keçmiş köməkçinin adı icra hakimiyyətinin rəsmi saytından da silinib. Ancaq keçmiş icra başçısının köməkçisini qısa müddətdən sonra işdən çıxarmasının səbəbi məlum deyil. İbrahimovun ən diqqət çəkən dəyişikliklərindən biri də icra başçısının müavini Ramiz Quliyevi vəzifəsindən azad etməsi idi. Quliyev dekabrın 14-də işdən çıxarılıb. O 4 il bu vəzifədə çalışıb. Əlavə edək ki, Elxan İbrahimov 1982-ci ildə Bakı şəhərində anadan olub. 2003-cü ildə Azərbaycan Kooperasiya Universitetinin Maliyyə və Kredit ixtisası üzrə bakalavr, 2005-ci ildə eyni ixtisas üzrə magistratura səviyyəsini başa vurub, daha sonra Stockholm İqtisadiyyat Məktəbində təhsil almışdır. 2025-ci ildə Azərbaycan Prezidenti yanında Dövlət İdarəetməsi Akademiyasında Dövlət və Bələdiyyə İdarəetməsi ixtisası üzrə təhsilini başa vurub. Əmək fəaliyyətinə 2006-cı ildə Azərbaycan Kooperasiya Universitetində müəllim kimi başlayıb. Sonralar Holiday Inn Baku Airport otelində, Baker Tilly Audit şirkətində, Embavut şirkətlər qrupunda və başqa holdinqlərdə maliyyə sahəsi üzrə rəhbər vəzifələrdə çalışıb. 2020-ci ilin aprel ayından Şamaxı rayon icra hakimiyyəti başçısının müavini, 18 fevral 2022-ci il tarixdən Kürdəmir rayon icra hakimiyyətinin başçısı vəzifəsində işləyib. Yeni Azərbaycan Partiyasının üzvüdür. Evlidir, 3 övladı var.